Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrefil enbiya vel murselin nebiyina Muhammedin ve ala alihi ve sahbihi və mən təbiəhum bi ihsanin ilə yevmiddin əmə ba'd. Deməli, qardaşlar, mühüm bir məsələ var. Bax, Allah həmd olsun. Aləmlər Rəbbi olan Allah həmd olsun. Allah Azə və Cəllə bizləri xeyir mövsümlərinə yetişdirir. Xeyir mövsümləri bizə bəxş eləyib. Və eyni zamanda itayətlərə yönəldib. Hidayətə yönəldib. Qəlbimizi hidayət eləyib. Nura yönəldib. Bir məsələ var amma, bu çox mühümdür. Və bu itayət üzərində, bu iman üzərində sabit qalmaq. Və xeyirli insanlarla dostluq eləmək. Çünki sənin itayətlərdə səbr etməyin, nəfsivi bunun üzərində tərbiyələndirməyin ancaq xeyirli insanlarla dostluq eləməklə mümkündür. Əgər sən şərli insanlarla dostluq edərsənsə, itayətlər üzərində sabit qalanmazsın. Azacaqsan haqdan. O şərli insanlar səni haqdan saptıracaq. Çünki onlar şeytanın hiləsinə uymuş insanlardır. Amma xeyirli insanlar, sən o xeyirli insanlarla dostluq etdikcə, sən haqdan sapmaq istəyəndə o sənin əlindən tutub haqqa tərəf çəkəcək, xeyrə doğru çəkəcək. İnsanın imanı həmişə sabit qalmır axı. Gah artır, gah azalır, gah artır, gah... Sənin o xeyirli insanlarla dostluq etməyin, səni o azğınlığa düşməkdən səni qoruyur Allahın izni ilə. Yəni, bu da cəmaatın bərəkətidir. Xeyirli insanlarla dostluq etməyin bərəkətidir. Bax, Allah Azza və Cəllə Kəhf surəsi 28-ci ayəsində buyurur ki: "Vasbir nefseke ma'allezine yed'un rabbahum bil gadati vel ashi yuridun vechah ve la ta'du aynaka anhum turidu zinatal hayatad dunya ve la tuti' men aghfalna qalbahu an zikrina vettaba'a hawahu ve kana amruhu furuta." Deyir ki, səhər və axşam çağı Rəbbinin üzünü diləyərək ona dua edənlərlə birlikdə özünü səbirlə apar. Deməli, sən salih insanlarla, abid insanlarla, Allaha ibadət edən insanlarla birgə olsan, sən nəfsin səbirli olmağa ehtiyacı var. Yəni, sən bu səbir tələb edir. Səbir tələb edir. Çünki nə var? İtayətlərdə səbir tələb olunur. Sən bax, zina eləmə, içki içmə, asiliklər eləmə, pis sözlər danışma və s. Bu nədir? Səbir tələb edir, düzdür? Səbrin iki növü var. Hər hansı bir salih əməlin üzərində sabit qalmaq üçün səbrə ehtiyac var. Məsələn, oruc. Oruca səbrə ehtiyac var, düzdür? Sən fəcr girəndən günəş batana qədər özünü gözləməlisən. Səbr etməlisən. Nəfsin istəyə bilər. Nəfsin çox şey istəyir. Su istəyir, yemək istəyir, şəhvətlər və s. istəyir. Amma neynisən? Sən onu səbr elətdirirsən. Bir də hansı məsələdə səbrə ehtiyac var? Asiliklərdən çəkinərkən səbrə ehtiyac var. Yəni, məsələn, Allah Azə və Cəllə səni zina haram eləyib, qumara haram eləyib, faizi haram eləyib, düzdür? Pis sözlər danışmağı haram eləyib, düzdür? Sən bunlardan çəkinmək üçün nə ehtiyac var? Səbrə ehtiyac var. Deməli, səbrin iki tərəfi var. Həm itayətlərdə səbrə ehtiyac var, həm də asiliklərdən çəkinməkdə səbrə ehtiyac var. Sənin üçün bu səbri asanlaşdıran ən gözəl səbəb salih insanlarla dostluq eləməkdir. Əgər sən salih insanlarla, xeyirli insanlarla dostluq eləyərsənsə, vallahi billahi talahi, sənin o tək qaldığın andan bəlkə də 100 qat artıq olacaq sənin səbrin də, günahlardan uzaqlaşmağın da, özünü qorumağın da. İnsan tək olarkən, o sürüdən ayrı düşmüş quzu kimi şeytan onu ovluyur. Amma xeyirli insanların yanında Allah səni qoruyur. Adi bir məsələlər. Sən tutaq ki, özün tək qalanda, özün təklikdə onda ola bilər ki, hansısa bir günah işlə məşğul olasan. Amma xeyirli insanların yanında sən həya eləyirsən, bundan etmirsən, düzdür? Həya eləyirsən. Sən onlarla bərabər itaət eləyirsən, səbr eləyirsən. Və ya asiliklərdən çəkinməkdə onlar sənə yardım edir, asiliklərdən çəkinirsən. Çünki onlar sənə pis yerlər aparmır, pis məsələlər səni təşviq eləmir. Görürsən, bax, xeyirli insanlarla dostluq eləmək sənə nə qədər mühümdür. Bax, bu da İslamda, dində olan cəmaatın bərəkətidir, qardaşlar. Cəmaata ona görə baxarsan ki, Allah Azə və Cəllə Quran-ı Kərimdə deyir: "Va'tasimu bihablillahi cəmi'an və la təfərraqu." Allahın ipindən hamılıqla yapışın, parçalanmayın. Bax, bu nədir? Yəni, sən bir var tək olasan, sən şeytanın hədəfisən. Şeytan səni azdıracaq. Amma cəmaatın içində olanda, insanların, xeyirli insanların içində olanda Allahın izni ilə sən nə edirsən? Allahın dinindən də doğru bir şəkildə yapışmaqla. Yəni, burada görsən nə deyir? Allahın ipindən hamılıqla yapışın. Allahın ipi nədir? Allahın dini, Quran, sünnə, Allahın dinindən yəni. Yəni, doğru dindən. Yapış deyir, hamılıqla yapış.
Və bu sənin sabit qalmağına səbəb. Bu haqda nə qədər hədislər var. Peyğəmbər sallallahu əleyhi və səlləm cəmaata, birliyə təşviq edir. Adi cəmaat namazının tək evdə qıldığın namazdan 25 və 27 qat artıq fəzilətli olması nəyə görədir, qardaş? Sən gəlirsən cəmaat içində, o birlik içində, xeyirli insanlarla bir yerdə namazı qılırsan, Allah azza və cəllə ona əcri daha çox verir. Nəinki tək qıldığın namaz. Görürsən?